Herkese yeniden salamlayıram. Özüme de yeni bir giriş yapmalıyım ve herkese yeniden salamlayıram kimsini. Bugün yeni bir vlogu seçeceğim sizinle bir yerde ve normalde bugün tatil. 28 May Azerbaycan'ın müstəqillik gündür. Her biriniz de bu bayramı mübarek günler şeysi. Bunlar en yenicidir. Bu bayram sebebiyle her birinizi tebrik edirəm və bu müstəqilliyyət asan əldə olmayıb. Bu müstəqilliyyətin hesabına biz bu günlərdəyik. Bugün artıq canlı Qarabağı görə bilirik, hətta belə bir müstəqilliyə sahibik. Ona görə də hər birinizin bayramı mübarək və hər birinizə xoş bayramlar arzu edirəm. Qəlbinizdə 28 Mayı yaşayaraq. 28 Mayın insanları, iştirakçıları və digər hər bir şeyini unutmamalıyıq və unutturmamalıyıq. Yaxşı, indi bizim bayramımız ayrı. Bu qəlbdədir, bu sözsüz. Bir də bayram hissəsinə keçək. 28 May çıxarda bayram hissəsinə keçək. Çünki bizi nə əlaqədar eləyir? Bayramda nə edirlər? Yatarlar. Normalda. Normalda. Təbii kimə nə seçəcəm? Dədə vay. Dərsə gəlmək var. Tezən durdum. Əvvəlcimizə yumamışam. Kameranı almışam önümə. Boş gəldim. Gidəyəz mürüzük. Gidəyi. Ben belə əl üzümün ətəriyim. Bəzi bəyət sorğulayasın. Çünki əlimə şu an çox insan kimi sorulmaq istəmirəm. Tezdən durdurma görə. Dünən də bir şeylə idman eləmişəm. Bütün ətgirim ağrıyır. Ne var ya, sen niye ses çıkartırsın? Havalandırma. Sen çağırırsın. Fedakarsın. Neyse şu an bugün o vibe'dayım ya. Bugün o vibe. Oversinging tutu be. 1 million, zillion, jillion, dillion, cotillion times later. Bayrama ders salonunda bir üzüp görürüz. İngiliz dil. Oturup imtihanlara hazırlaşmalıyız. Hiçbirine de hazırlaşmadık. Özümden gurur duyuyorum. Yaş. Ben beri özümün üzerine uyuyorum. Bura unutkum. Sonra yeniden kaybetsin yalnız o var. Eyvallah. Seviyorsunuz. A few moments later. 2000 years later. 1 million, zillion, jillion, dillion, cotillion times later. Beautiful. O ne yaxşı. Birinci dəfə ki mən görəndə keçdi. Ne yaxşı olur. Ben səni qəlbimə gizləmişəm. Diririk. Hə? Çok güzel bir sual demişim. Neyse. Siz necə bir mükemmel bir sual demişim. Günlük vlogda mən niyə qapmamı istəyirsiniz? Siz de haklısınız. Ben niye qoyuramı? Ben bekarım. Deməli siz de bekarsınız. Deməli biz bekarız. Yani şu an bütün hamı mənə nifrət edir. Eyvallah. Bir de iyi. Benim sütüm qalıb. Bu arada idman edən dostlarımız vesaire varsa tövsiyə edirəm. Mütləq. Ya da ümumiyyətlə hamıya tövsiyə edirəm. Yalnız idman edənlərə yox. Süt qədər ideal şəkildə insan bədənini düzəldən heç nə yoxdur. Yəni mən bunu öyrənmiş oldum. Və bugün mən yumurta içməliyim. Ya. Yəni siz əgər idman edirsinizsə bəzi şeyləri qurban verməlisiniz. İndi birazdan eləyəcəyim şey üzərində amma mənə
eləyə bilər. O səsim də qəribə çıxır mən. Görəm videoya da elə yansıyır. 100% özə mikrofondayam. Yəni 100% elə yansıyır. Hə bir də bizim Xaldinkin markasına baxım ya. Göstərəcəm bir dəqiqə. O südümü içim sonra. Aga normalda Xaldink markaları boş ya da ne bileyim onun kimi markalardır. Ama bizde öyle değil. Bakın. Boş, aygün. Bu aygün sözü var ya. Bakın bu aygün sözü var ya. Şimdi kamerada eğlence ters düşür. Hemin aygün sözü var ya. Hemin aygün sözünü biz süpürgenin üstünden kopartmış. Yani adı ele olanlar var sözümüzde. Bakarak. Bizde hak yoktur, dürüst olur. Çok fikrimi yaydım diyecek. Yani, ve burada tarif falan vermeyeceğim çünkü tarifi artık bilirsiniz. Yulaf, süt, kakao, peso. İdeal tarif. Bu sefer dedim farklı bir perspektiften seçim. Ne yemeği gördüğü sormak istiyorum. Arada gözüm telefon kamerasına geçsen şaşmayın da sesimiz gelir. Ha, bu arada bir söz soracağım sizden. Bir sual yani, ümumi bir sual. Siz de benim için size yani çok insan elə diyebilirim. Oturursunuz mesela ben yemeğe neyse bakarak müddət yiyebilirim. Neyse bakmamış o yemeğe çok çetin. Yiyərəm ama neyse bakında daha bir şey olur. Düzdür, mənim elədiyim bir psixoloji. Ben onu qəsdən yiyeceğim ki daha çok yiyebilirim. Çünkü o fikir yayılır ora, beyin yayılır ora. Ve avtomatik bura baxdığıma istərsiniz yeməyə çox düşünürsən. Aga, mənə çox maraqlıdır. Mən niyə bir belə psixolojiyə maraqlanırım? İnsan manyak olaraq bir benim yoksa videonun adına bakın özünüz görərsiniz. Charles Jung'ın psikolojik sırları erkeklerde dikkat kadınlar hakkında şok edici karanlık gerçekler. Ne bileyim bende böyle problemler ağır problemler var burada. Çok ağır. Neyse bile bir şey verim. Gördün mü aylanmışsan? Git tezen yat. Gözlemedim. Ben de özümden onu gözlemedim. Allah hakkında. Neyse başka bir şey diyeceğim. Yandan çık değildi. Şişkim yiyemem ama yeni bitirmeliyim. Yani zorla da olsa biz arıq adamlar heyifçiyle oluruq. Bir yemeği bitirmeliyiz yani konkret şekilde. Zorla da olsa. Bu bir şart. Buna əməl eləməliyik. Əgər kökəlmək istəsənsə çox yeməlisin, məcbur. Bir de arıq olan insanlara belə bir tövsiyə verə bilərəm. Yeməyi yedikdən sonra həmçinin üstündən su için. Qarnınız şişənə qədər su için. Mədəni genişlədir o. Mədə genişlənəndə də daha iştahlı yemək yeyə bilirsiniz. Buna əmin olun. Yəni mən bu bir neçə dəfə yox, bir neçə həftə yoxladım. Tutur. Çox gözəl də tutur. Əmin olun şey arayın. Bilin deyərəm. Mütləq şəkildə. Başqa da bir tövsiyəm budur ki, arada gelin dərs oxuyun. Yəni mənim üçün eləməyin. Mənim saat heç bir saat yoxdur yəni dərsimin başıma. 1 saat 20 dəqiqə falan var. Mən elə evdəyəm. 1 saat 20 dəqiqənin içərisində mən bütün bir ingilis dilində prezentasiya öyrənməliyim. Amma öyrənməmişəm. Məni bilsən necələr, ayaman. Ay Allah, sən kömək ol. Yəni, bu əslində məsuliyyətsizlik deyil. Bu, mənim dünən müəllimimin ad günüydü. Müəllimim mənə dedi, yəni çox məntiqli gəldi mənə. Deyir ki, o dedi ki, 9-cu 10-cu sinifdə artıq zehin o qədər işləyir ki, oxuyur, bezir. Zehin başlayır o şeydən bezməyə. Deyir, mənim vaxtımda, məsələn, mən trigonometriyanı ya da nə bilim, logaritmik terminləri falan institutda öyrənirdim o dərin şəkildə. Amma indi 11-ci sinifdə öyrənirdim. 3 dənə sual düşür ya da düşmürdüm o kadar. Hiç düşmürdü, 3 dənə, 2 dənə düşür. Deyir, indi siz bunu 11-ci sinifdə öyrənirsiniz. Beyin yorulur. 9-da 10-da beyin ücret çöşür.
Mən onu özümdə nə ilə bilirəm? İl başlayanda mən elə oxuyuram ki, elə bilirsin mən deyiləm. İl başlayanda həqiqətən çox enerji, çox rahat oxuyuram. Amma ilin axırına gələndə plus da yay, isti, ora bura yox da yəni heç bir şeyim olmur. Axotum olmur. Düz yer oxumaq məcburiyyətindəyim amma belə şey edirsən ki, dartırsan ki, oxuyacam, getmir də yəni neyirsən elə. Yorulur. Həqiqətən yorulur. Yəni zehin də yorula bilən bir şeydir. Bunu hamı bilir. Amma heç kim görmür. Kaş bunu kurikulumu pisləməkdən yəni deməyəcəm bu arada. Kaş bu kurikulum sistemi də biraz daha fərqli olardı. Yəni mənim fikrimdir. Yəni bu mənim şəxsi fikrimdir. İnsanlara elmi tətbiq yolu ilə öyrətmək lazımdır. Tənqid yolu ilə yox. Tamamdır. Evdən çıxdıq. Gedik. Dil mərkəzinə tərəf. Ümid edirəm ki, dil mərkəzində biraz daha yaxşı olar. Görək nə olur da. Zibilimizlə həmişə yanımızda aparıb at. Mütləq. İşte o qədər zibil qabı var amma mənim yox. Əlbəttə elə deyil. Mən öz zibilimi ayrıca yığıb həmişə atıram. Məncə elə daha idealdır. Bilmirəm. Məncə. Cebdən soxmaq o deyil. Dostlar, sizə bir kamu spotu verim. İcazənizlə. Unutmayın, kamu spotu. Zibiller, zibil qabına atılır. Öyrənmiş olun. Bilməyənlər üçün deyirəm, çox adam bilmir. Əmin ol buna. Elə hava mı olur hava? Bu hava da öyle. Mən yün ceket götdüm. Yün ceket götdüm ki, hava nisbətən soğuk olardı, qaranlıqdır. Yəni qaranlıq deyəndə buluddur, küləkdir, elə belə. Aga istidir. Güneş resmi surətdə bulutların arxasından ışığı vermir amma istinin bilsiz nə verir? İsti deyilmez size. Qocalım. Gələksən. Dil mərkəzində görüşək. Bu boyda dil mərkəzində təkəm. Tətillə dərsə gələnlərə. Ay aman. Aman. Birazcıq da tez gəlmişəm seyfə. Baxın, amma var. Bu boyda dil mərkəzində işim yoxdur. Əslində normalda yəni böyün tətildir. Sadəcə biz əlavə siz Xankəndə parkımız yoxdur. Siz bizi nədən bilirsiniz? Baxın. O hissədə Luna Park var. Şu an dərsdən çıxmışam və evə doğru yol almağa çalışıram. Turistlər gəliblər Gəncədən. Dərsdən çıxdıq, evə gedirik. Düzü biraz yorulam. Amma şu an o qədər iş var ki, o qədər proje var ki, o qədər də yəni o qədər. Yenə burada gəlirəm. Yenə. Gedirəm Şəkiyə doğru. Yəqin ki, orada video çəkiliş çox edəməyəcəm. Çünki işdən yana gedirəm. Bura Cafe Game Zone'dur. Gözəl bir ideyadır. Yəni, əminəm ki, bura gözəl tutacaq. Və bura isə Şəki restorandır. Aşağı hissəsindən giriş. Burası dönərxanasıdır. Və burası da içidir. Ömür billah ölülən bu gün. Yəni normalda bu gün tətildir. Vay belə tətilə. Hər birimizin müstəqil işi barəsində tətil idi. Hər birimizin bu barədə bayram mübarək. Yeməyimi götürmüşəm. İndi də gedirəm evə. İndi isə evdəyəm. Yəni bugün düzünü danışmaq lazım olsa bu video çox da belə kompleks olmalı. Çünki planlamadığım işlər çıxdı qarşıma. Və bu planlamadığım işlər həqiqətən biraz belə deyək də iş əsnasında mən fərqli bir işlə başımı yoramıram. Və bu səbəbdən video çəkəmirəm. Yəni maksimum o stadium
with me olur. Məsələn, study with me-lər çıxma şərti ilə başqa videolar çəkə bilmirəm, düzün danışmaq lazım olsun. Və nə olur olsun. Gün ərzində istəyir yorğun olun, istəyir fərqli bir şey olsun. Ancaq buna əmin olun. Gün gündür və hər bir günə şükür etmək lazımdır. Sağ olun, salamat qalın.